Salam əziz bacı qardaşlar, əziz səmiyələrim, əziz dostlar. Bugünkü video Tanrı vəhdəti haqqındadır. Yəni ata oğul müqəddəs ruh. Yəni ata oğul müqəddəs ruh kimdir? Necə bir Allahdır, amma həm də üçdən ibarətdir. Və yaxud da dua vaxtı məsih etmə zamanı necə böyük dəyişiklik olur? Yəni, bu videonu əvvəlcə onu deyim ki, bütün kainatın sirri bu videodadır. Bu videonu bəlkə də mən bir ildən artıq, bir il əvvəl hazırlamaya çalışırdım. Amma həmişə təxirə salırdım. Çünki o qədər böyük dəyişiklik olurdu ki, çalışırdım ki, çox geniş bu videoda izah eləyim. Yəni, bu videodakı bütün mənim sözlərim hamısı açıqlamalara aid deyil. Yəni, bir ruhani açıqlamalar, yəni ki, Rəbbi hissiyyata barədir. Yəni, illər öncə dualarımı artırandan sonra Allahı o qədər fərqli hiss elədim ki, o qədər bücür-bəcür hiss elədim ki, yəni ona görə təxirə salırdım. Çox istəyirəm ki, bütün yaxşı alınsın, çox geniş izah edə bilim, geniş bəhs edə bilim bu ata oğul müqəddəs ruhda. Əvvəlcə onu deyim ki, yəni bir Allahdır, atadır, ata oğul müqəddəs və yaxud ata kəlam müqəddəs ruhda. Amma bir şey deyim ki, Allahı tanımaq üçün yəni, ən birinci ona toxunasan, duada onu güclü hiss eləsən ki, onu dərk eləsən. Yəni, yazı pozu ilə kəlamı illərlə öyrənməklə də bunu yenə tam dərk eləmək olmur, ata oğul müqəddəs ruhu. Əsas Rəbbi hiss eləsən. Bax, sizə bir şey deyim ki, məsələn, insanı Allah öz surətində yaradır da. İnsan üçdən ibarətdir. Bədən, ruh, can. Yəni, bunun çox müqayisə olunur Allahla, çünki insan Allahın surətində yaranır. Yəni, bunu çoxları bilir. Yəni, mən bundan geniş bu barədə bəhs eləmək istəmirəm. Amma ata oğul müqəddəs, yəni insan Allahın surətində olsa da, üçdən ibarət olsa da, ata da üçdən ibarətdir. Amma bir şey var ki, insan görkəmini dəyişdirə bilməz da. İnsan öz görkəmini dəyişdirə bilməz. Məsələn, kimsə operasiya eləyər, kimyəvi plastik operasiya eləyər, burnunu dəyişə bilər, qulağını dəyişə bilər, sifətini, dodağını şişirdə bilər. Amma yəni insan öz əlində deyil ki, yəni özündə bir qüvvə yoxdur ki, özünü dəyişdirsin. Amma insandan fərqli, yəni Allah o qədər böyük qüdrət sahibidir ki, yəni həm təbiətən də belədir. Yəni Allah, yəni ata oğul müqəddəs cürbəcür görkəmlərə malikdir, əziz bacı qardaşlar. Bu ən birinci, yəni onu deyim ki, yəni ata Allah, yəni bu məlum məsələdir. Ata niyə adlanır? Çünki həyatın qaynağıdır. Həyat ondan qaynaqlanır. Və oğul, müqəddəs ruhu da asandır dərk eləmək. Yəni müqəddəs ruha toxunuruq. Hamımız Rəbbin sevgisini hiss edirik. Yəni ruhu da tanımaq asandır. Amma kəlam nədir? Bəs yəni bu kəlam barədə mübahisələr çoxdur. Yəni İsa Məsih kimdir? Dünyanın ən böyük xristian Məsih mübahisələrindən biri budur ki, İsa Məsih kimdir? Yəni Rəbbin kəlamı necə canlıdır? Yəni bir çoxlar deyir bu Rəbbin idrakıdır və yaxud da başqa şeylə müqayisə olunur. Amma bir şey deyim ki, kəlam, əziz bacı qardaşlar, kəlam Allahın toxumudur. İnsanın, məsələn, kişinin daxilində toxum olduğu kimi, kəlam da ki, Allahın daxilində Allahın toxumudur. Amma bir şey deyim ki, bax, amma üçü də canlıdır. Ata Allahdır, Tanrıdır, yaradandır, əvvəli axırı yoxdur. Yəni iblis mənə belə çox fikirlər göndərir ki, sən toxum deyəsən Allah, kəlama, İsa Məsihə. İnsanlar buna kiməsə iyrənəcək, kiməsə xoş gəlməyəcək, kiməsə pis təsir edəcək, ayıb mövzu sayacaq. Amma əziz bacı qardaş, mən bu mövzuda hər şey açıq deməyəcəm. Çünki mən çox istəyirəm ki, bir çox insanlar var ki, Allahı tanımırlar, Allahı tanısınlar. Bu az dua eləməkdən Allahı tanımaq olmur. Toxum, əziz bacı qardaşlar, yəni kəlam Allahın toxumudur. Ruh da Allahın daxilində. İnsanın, kişinin, məsələn, və kəlamla, yəni müqəddəs Bibliyanın bir çox yerində toxumla, yəni Allah kəlamından müqəddəs ruh yanaşı qeyd edilir. Məsələn, İsa Məsih deyir ki, Yəhyanın müjdəsində, bədənimi yeyən, qanımı içən məndə yaşayar, mən də onda. Və mən beləsinin son gündə diriləcəm. Bədəni İsa Məsih kim idi? Rəbbin kəlamı idi da. Kəlam başlandıqca kəlam vardı. Yəhyan müjdəsi belə başladı. Kəlam Allahla idi və Allah'daydı, kəlam Allah idi. Yəni kəlam Allahın toxumudur, Allahın daxilində. Müqəddəs ruh da Allahın qanıdır. O bədən qan deyəndə öz toxumu nəzərdə tutulur. İsa Məsih özünü nəzərdə tutulur, öz bədəni. Çünki Allahın toxumu, Allahın kəlamıdır. Qandakı müqəddəs ruh da Allahın qanıdır. Və bəzilər bunlar razılaşa bilməz, məcəzi mənada anlaya bilər. Amma toxum Allahın, kəlam Allahın toxumudur. Daxildə olan, kişinin daxilində toxul olduğum kimi.
Müqəddəs ruhda Allahın qanıdır. İnsanın qanı olduğu kimi. Hətta bir şey deyim ki, fikir versəz görərsiniz ki, Yaradılış 4-cü fəsildə Rəbb Qabilə deyir ki, qardaşının qanının səsi torpaqda mənə haray çəkir. Yəni, Habilin qanının səsi danışırmış torpaqdan. Qan demək olar ki, diridir. Hətta insanın da qanı onun daxilində canlıdır, əziz bazı qardaşlar, danışa bilir. Əgər hamımız beləyik də, əgər Habilin qanı danışırsa hamımız, demək ki, insan çünki Allahın surətində də, Allah öz surət, büsbütün %100, 100% insan Allahın surətində yaradılıbdır. Göz, qaş, saç, sümüklər, ürək, hər şey, Allah da belədir. Sadəcə Allahın əvvəli, axırı yoxdur. Allah istəyəndə yanır, istəyəndə sönür. Məhz bu yanan, sönən vaxtı və yaxud da dua vaxtı, məsih etmə vaxtı ruhla dolanda fərqli görkəmləri olur. Fərqli səsi çıxır, əziz bazı qardaşlar. Yəni, ata Allah yaradan Tanrıdır. Toxum onun, kəlam onun toxumudur Allahın daxilində. Hətta toxum da belə canlıdır. Hətta insanın da toxumu canlıdır. Bunun bəlkə də tibb bunu sübut edə bilər. Qan haqqında maraqlı faktlar çoxdur ümumiyyətlə. Bunu internetdə də maraqlamaq olar. Toxum haqqında, qan haqqında necə canlıdır, necə xüsusiyyətlərə malikdir ümumiyyətlə. Çünki insan Allahın surətinə yaradır. Çünki insan 100% Allaha oxşuyur. Belə. Kəlam Allahın toxumudur dediyimiz kimi insan olur hansı ki, məsələn, Lukan 2 ayə var ki, ümumiyyətlə toxum nədə müqəddəs Bibliyanın hər yerində bu Allahın kəlamı nəzərdə tutulur, əziz bacı qardaşlar. Kəlamın toxumla ən gözəl, güclü müqayisəsi Lukanın müjdəsində İsa Məsih deyir ki, toxum Allah kəlamıdır. Yəni, İsa Məsih toxumu Allah kəlamı ilə müqayisə edir. Ən güclü bundan başqa da bir ayə var. Peterin 1-ci məktubunda yazılır ki, biz Allahın çürüməz toxumundan, kəlamı vasitəsilə doğulmuşuq. Yəni, biz Allahın həm kəlamından doğulmuşuq, həm də Allahın ruhundan doğulmuşuq. Kəlam Allahın toxumudur, müqəddəs ruhda Allahın qanıdır. Hətta insanın da kişinin uşağı olanda onun toxumu onun qanla qarışır. İnsan dünyaya gələndə qana bələnmiş olur. Bu da ki, Məsihin qanına başqa bir xüsusi Məsihin qanına bir işarədir. Yəni, biz dünyaya gələndə Məsihin qanı üzərimizdə olur. Yəni ki, toxum Allah kəlamıdır. Yəni, bundan bir çox müqayisə var yeni əyətdə. Amma canlıdır, əziz bazı qardaşlar. Qanı da canlıdır. Müqəddəs su Allahın həm qanıdır, həm nəfəsidir, həm ruhudur, həm canıdır. Çox şey demək olar. Toxum da həm ata Allah, onun daxilində toxumdur, müqəddəs ruhdur. İkisi də canlıdır. Amma toxum kişidir, erkəkdir yəni. Amma müqəddəs ruh qadın cinsidir. Düzdür, bunu deyəndə bir çox cəmiyyətlər buna inanmırlar. Çünki birbaşa, məsələn, protestantlar buna inanmır. Çünki müqəddəs Bibliyanın heç bir yerində birbaşa müqəddəs ruh qadın adlanmır. Amma bəlkə də adlanmırsa, belə istəyib, belə lazımdır. Amma sirlərini biz qullarına açır. Amma, məsələn, Yaradılış 1-ci fəsildə də yazılır, müqəddəs Bibliyanın, yəni Tövratda deyilir ki, İnsanı Allah öz surətimizə və bənzərimizə görə insanı yaradaq. Sonra deyir ki, və Allah onları insanı öz surətinə və bənzərinə görə yaratdı. Onları kişi və qadın olaraq yaratdı. Demək ki, Allah həm kişidir, həm qadındır. İnanın ki, bəzi məsihçi bacı qardaşlar buna inanmır, Allahın kişi qadın olduğuna. Amma yenə deyirəm ki, duanı artırmaq lazımdır ki, onu hiss edəsən, Rəbbi tanıyasan. Onda lap çox video getdikcə mövzunun gedişatında lap çox bu xüsuslar, əlamətlər sayacağam, əziz bacı qardaşlar. Amma yenə də dediyim kimi Allahın toxumu, kəlam Allahın toxumudur, müqəddəs Allahın qanı ruhudur, amma fərqli görkəmlərə malikdir. Hər ikisini biz, məsələn, insan dünyaya gələndə bir tərəfdən toxumu qanı birləşir, bayaq dediyim kimi dünyaya gəlir. Bir tərəfdən də kişi ilə qadının sevgisindən dünyaya gəlir. O müqəddəs ruhuna toxum, kəlam yəni. O ikisinin biz təmasından dünyaya gəlmiş, ikisinin sevgisindən dünyaya gəlmiş. Amma ikisi də bir olan Allahdır. Yəni, həm biraz bəzilər deyə bilər ki, məsələn, bir Allahdır da, ata, oğul, müqəddəs, üçü də birdir. Amma üç şəxsdir. Bəzilər buna müxtəlif mübahisələr, bəzilər deyir ki, bu üç şəxsdir. Deyir ki, bəzilər deyir ki, yox, üç Allah ola bilər, üç şəxsiyyətlər deyirlər, bir Allahdır. Amma həm birdir, əziz bazı qardaşlar, bir Allahdır, həm də ki, üç şəxsdir.
Amma yenə də bir Allah, Tanrı birdir. İstəyəndə məsələn bunlar ayrı ola bilər. İstəyəndə məsələn insanın ruhu bədəndən uçur. Məsələn Kəlamda da bu var ki, məsələn insanın ruhu cənnətdə ola bilər, ayrıla bilər. Allahın ruhu da ondan ayrıla bilər, əziz bacı qardaşlarım. Həm birdir, həm də ayrıdır. Ata Allah insan surətində, əvvəli axırı yoxdur. O kəlam toxum, Allahın toxumudur, onun daxilində, kişinin daxilində olan kimi müqəddəs su da Allahın qanıdır. Müqəddəs kitab Bibliyada bu açıqca deyilir. İkisinin təmasından biz dünyaya gəlmişik. Biz doğrudan da Allahdan doğulmuşuq. Doğrudan da. İnsan görkəmindədir. Ruhun demək olar ki, ümumiyyətlə baxanda fiziki aləm nə üçündür? Nə üçün fiziki aləmi Allah yaratdı? Fiziki dünyanı, yəni cismani dünyanı Allah yaratdı. Ümumiyyətlə ruhani şeyləri anlatmaq üçün bütün fiziki müqəddəs kitab Bibliyanı oxuyanda da bunu görmək olur ki, bütün fiziki aləm ruhani aləmin surəti və bənzəridir. Fiziki aləm elə ona görədir. Ruhani aləmi dərk eləməkdən ötəri. Məsələn, adi bir şey deyim ki, mən çox şey sadalacam, gələcək görəsiniz. Məsələn, biz ruhu görmək mümkün deyil. Nəyə görə? Çünki Allah yanar alovdur. Allahın ruhu yanar alovdur. Allah deyir ki, məni görən sağ qalmaz. Üzrən Allahı görmək mümkün deyil. Allah yazıb ki, heç kim görmür. İsa Məsih tanıdır yəni onu. Ona görə də yəni, görünməyən şeyləri göstərmək üçün, bizim dərk etməmiz üçün fiziki dünyanı Allah yaradır. Hətta bir insan, bütün insanlar məsihçilərin surəti dünyada. Məsələn, insan köhdürsə, arıqdırsa, onun daxilində olan ruhun gücünü göstərir. Hər şey Allahdan, əziz bacı qardaşlar. Amma dua vaxtı fərqli görkəmləri olur. İsa Məsih məsələn Yəhyanın bu ümumiyyətlə bu video əsasən buna əsaslanır ki, Yəhyanın möcüzəsi İsa Məsih deyir ki, bədəniməyəm, Allah deyir ki, bədəniməyəm, qanım içən məndə yaşayır, məndə onda. Mən duaları neçə il əvvəl dualarımı artırandan sonra bilirsiniz 8 il mən 1 saatdan az dua etmişəm. Bəzən yarım saat, bəzən 15 dəqiqə, bəzən davamlı, bəzən davamsız. Yəni böyük güclü inkişaf getmirdi. Amma təxminən bir neçə il əvvəl mən duamı artırandan sonra Allahı yüzlərcə cürbəcür hiss edəndən sonra mən anladım ki, bütün fiziki aləm ruhani aləmin bənzəridir. Dünyada olan hər bir insan məsihçinin surətidir. İnsanların müharibələri, xalqların döyüşü məsihçinin ruhani aləmdəki döyüşləridir. Məsələn, insanların qidalanması bizim Allahdan qidalanmamızı göstərir. Çünki onun bədəni, qanı bütün kainatın surətidir. Bütün hər dünyada bu fiziki aləmdə Allah hər şey, pak hər şey oxşuyur əziz bacı qardaşlar. Pak, təmiz hər şeyə oxşuyur. Mən bunu hər cürə hiss edirəm dünyada olan Allah. Allahı hər cürə hiss edirəm. Hər şey Allahın surətində və bənzərindədir. Allahın və Allahdan doğulanların. Amma bizim, yəni onun ruhu bizi bu surəti eləyir. Sonra dualarımı artırandan sonra müqəddəs çünki biz yəni yazılıb ki, yəni kəlamda birbaşa yazılıb ki, yəni biz bədəni Allahın bədəni yeri, kəlamla qidalanır, müqəddəs ruhu içirik. Yəni içi dünyada baxanda yəni müxtəlif cürbəcür qidalar kimi müqəddəslə kəlama müqəddəsi qəbul edən sonra bunu anladım ki, bütün fiziki aləm ruhani aləmin surətidir. Hətta inanın ki, insanların, xalqların müxtəlif xalqlar var, millətlər var da, hamısını görsən ki, paltarları, müxtəlif paltarları var. Kimsə uzun geyir, kimsə məsələn yaponların paltarına baxanda qolların, paltarının elə bir bədənə yaxın hissəsi birləşir də qoldan məsələn müxtəlif xalat, libaslar geyinir də tarix boyu əsr. Bu hamısı məsihçilərin ruhani geyimləridir. Məsihçilərin ruhani geyimi olmasını Vəh kitabında da yazılıbdır. Mən bu bütün cürbəcür geyimlər kimi də hiss elədim. Indi başlamaq olar əziz bacı qardaşlar. Ən birinci şəkil